Qardaş, bir aydır maşını vermişəm, hər gün gedirəm, gəlirəm. Deyirsən ki, nəticəni gözlə. Budur nəticə. Ay qardaş, mən sənə dedim ki, gəl bunu tam rəngləyək. Hə. Dedin hissə, indi hissə, gəl eləmişəm. Eləmisəni başa düşdüm. Qardaş, mənim sualım odur ki, bu krılonu rəyləmisən, qapını rəyləməmisən. Bəli. Bu niyə seçilmir? Çünki dediyim nəticəni verdim. Razıyam qardaşım. Prime tuningdəyik. Neçə ayda artıq bilirsiniz. Avtomobilimiz tam hazırdır. Sözü verirəm dünya minə. Bildiyiniz kimi avtomobildə dəmirçi, rəngsaz və karbon işlərini bizim servisdə Fəxri Əsədov elətdirdi və dediyim kimi sonda ona istədiyi nəticəni verdim. Mən razıyam. Çox xoşbəxtəm. Və açığı desəm M4 CS-ni nə vaxtsa belə zavoddan çıxmış vəziyyətdə görəcəyimi düşünmürdüm.